aramızda ən böyük xanımlar tələbələrdəndir. Salam sözlərinizi əleykum. deyin. Günel Günel xanım, xanım necə biridir? Onu bilənlər Mən- tanıyır. mən yaşda böyüyəm. Çox xörək bişirmişəm. Amma Günel xanım məni örgədəndən sonra mənim evdəkilərim sevinir. Çox sağ olun, minnətdarım. Çox sağ ol. Mənim balaca qızım, gəl bura. Ya qızım, ya. Öldüreceğim arkadaşlar. Mənim balaca qızım Orada çiğirmədədir. qeyri-adi uşaq olduğuna görə aşpazlığı biz öyrənmək istədik. Və bu gün mənim qızım iş tapır və aşpazdır. O da Günel xanımın sayəsində. Çünki Günel xanım bunu dedi ki, getir, götürürük. Cesə. Ceskaya da uğur arzulayıram. Ceska artıq 6-cı ayına gəlib çatır. Bəli. Ceska'nın gəl alqışlar. Həmişə həvəs Çox sağ ol. Təşəkkür ederim. Fıçılır, fıçılır. Tamam. Gidip bak. Oğlanlardan bir nəfər gəl yanıma. Sən artıq hansı restorandasan? Nələr öyrənmisən? Restoran rekabeti ama Mökən. Musiqi sesim biraz azaltın. Rızam xahiş edirəm. Müəllim, siz çox gözəl insansınız. Çok Əvvəla sağ ol. Çok sağ ol. çox həm də xüsusi bir aşpazlardan birisiniz, sənətkarlardan birisiniz. Çok sağ ol. İnşallah ki, karyeranız daim uğurlu olar. Amin. Size de onu Sağ arzulayıram. olun. Əlbəttə ki, nəsə bir aşpaz olmaq üçün hər şeyi başlamaq lazımdır. Bəli. Mən də başlamışam. Canlı sizə təşəkkür edirəm. Ən azından bir addım atmışıq. Yəni hamıya arzu edirəm ki, sizin müəllimlər nəsib olsun. İnşallah canlı sağ olsun. Çok sağ ol. Ən gözəl arzular. Təşəkkür ederim. Çok sağ ol.